Bu Trumpla Xameneyinin razborkası bizə nəyə oxşayır? O məşhur bir dənə kinomuz var idi. O olması bu olmaq olsun, o birisi variantı nə idi? Xameyin olsun. Arşı malıdır. İndi gələr, bu saat gələr. Oğlan indi gələr, bu saat gələr. Xameneyi bu dəqiqə oturub belə, indi gələr, bu saat gələr. O variantı odur. Qoy xanımın bəy yaparım, tezligilə toy eləsin. Azərbaycan şəxsiyyətinə salam, hər vaxtınız xeyirli olsun. Demək olmaz ki, neçə saat qalıb artıq əməliyyata. Bəlkə də artıq bu süjet efirə gedəndə, YouTube-da paylaşanda artıq təyyarələr havada olacaq, deyə bilmərəm. Amma bütün bunların hamısını qabaqlamaq üçün yenə də Jarvis Talehdə mən də xahiş edirik ki, bu səhifəyə abunə olun. Çünki vəziyyət gərginləşdikcə bizim də süjetlərin sayının artması istisna olunur. Nəyin baş verdiyini artıq İran ətrafında təxmin eləmişik. Və düz bir qədər olaraq biz daha çox Birləşmiş Ştatların qüvvəsi barədə danışırıq. Amma burada artıq İrana da nəzər salmaq lazımdır ki, İranda vəziyyət nədir? İranın məlumatları. İran deyir ki, Xameneyi hal-hazırda, düz İran özü demir bunu, amma kəşfiyyat işləyir orada, bilirik və kəşfiyyat məlumat verir ki, Xameneyi Lavizan əyalətində bunkerdə gizlənir. Və bunker qazmaq qabiliyyəti İranda çox yüksək səviyyədədir. Qəzza sektorunda da bunker qazmağı məhz o Həmasa, Hezbollaha elə onlar özləri öyrətmişdilər. Dərin bunkerlərdir, etibarlı bunkerlərdir və onları beton dələn bombalarla vurub dağıtmaq inanmıram ki, mümkün olsun və bu nöqteyi nəzərdən tam əmin olmaq mümkündür ki, Xameneyi çox yaxşı gizlədilib və qorunur. Tək özü yox, o cümlədən ailəsi də. Bu mütləqdir. Hər halda onların aləmində bu belə olmalıdır. İkinci bir tərəfdən hətta o dərəcədə yüksək səviyyədə gizlədilir və qorunur ki, 12 günlük müharibədə o vururları, İsfahanda, Frodada o nüvə zavodlarını ondan daha yaxşı və daha dərin gizlədilir. Bu İran üçün bir plusdur. Amma ikinci bir tərəfdən İran deyir, əgər Amerika, Birləşmiş Ştatlar təyyarə və raket zərbələrinə başlasalar, biz onlara hipersəs raketlərlə elə bir zərbə endirəcəyik ki, ayılmayacaqlar o zərbədən. Yaxşı hay-küy hamımız yaxşı hay-küy sala bilirik, yaxşı hədə qorxu gələ bilirik. Küçədə də dava eləyəndə birimizə sənə bir dənə qoyaram. Yadınızdadır o, hamımızda olub da. Amma o bir dənə qoyaram, gəlib çatanda ya ümumiyyətlə qoymuş, ya da qoyunda deyir, baxırsan ki, elə bu idi, sənə bir dənə qoyaram. Bu dəqiqə İranın raket qüvvələri ona oxşayır. Həmişə deyirlər ki, bizim hipersəs raket var. Demirəm yoxdur. Bəli, hipersəs raketlər var və ələxüsusə söhbət Fəttah 2 raketlərindən gedir ki, bəli, onlar səsdən çox böyük sürətlə hədəfə doğru gedə bilirlər. Ümumiyyətlə bu nədir? Ballistik raketlərdir. Müəyyən trayektoriya üzrə qalxır, sürət yığa və təbii ki, müəyyən nöqtədə artıq parabol aşağı düşəndə durmadan sürət yığır və artıq burada səs sürəti Machla ölçülür. 1 Mach 330 metr saniyədir. Və bu Machın sürəti gəlir çatır 5-8 arası 10-a qədər də çata bilir. Və belə olan halda təbii ki, həmin o raketi, hədəfə doğru gələn həmin o raketi tutmaq çox çətindir. Mümkündür, amma çətindir. Və 12 günlük müharibə də bunu göstərdi ki, bəli, İranın bir sıra raketlərini buraxırdı İsrailin hava hücumundan müdafiə sistemi. Və bu dəqiqə İran yenə də buna ümid edir. Və burada bir boşluq var. Həmin o boşluq nədən xəbər verir bizə? Fəttah 2 raketləri stasionar obyektləri vurmaq üçün nəzərdə tutulub. Məsələn, bu Amerikanın dənizdə olan aviadaşıyıcı gəmisidir. O yerində dayanmır ki, daim manevr edir. Və şəhər deyil ki, tutalım Fəttah 2 raketini, İsraildə sən raketi şəhərə attın, gəldi, dəydi, dağıtdı, partlatdı, hər şey qaydasında, hədəf vuruldu. Amma Fəttah raketi X nöqtəsində olan həmin o təyyarə daşıyan gəmiyə nişan alınıb və yönləndirilibsə, çünki koordinatlar əvvəlcədən raketə yüklənir. Raket buraxılan anda gəmi yerini dəyişib bura keçsə, vəssalam, raket gəlib bu nöqtəyə dəyəcək. Çünki bu tip raketlər uçuş anında idarə olunmur və onun da bir neçə texniki səbəbi var. Səbəblərdən birincisi bəlkə də və bəlkə də ən əsası. Çox yüksək sürət yığanda raket, onun ətrafında hava sıxlığı həddən artıq böyük olanda raketin ətrafında plazma yaranır. Çox böyük sürətlə gəlir deyənə plazma, hava plazması yaranır və həmin o fizikanı oxuyanlar yaxşı bilirlər söhbət nədən gedir, bunları nəzərdə tutmuram. Və həmin o plazma raketin özünə əlavə radio siqnallarla informasiya vermək şəraitini sıfıra endirir.
sən artıq havada raket olanda ona yeni koordinatlar, yeni hədəfin nöqtəsini, digər lazım olan məlumatı artıq ona ötürə bilmirsən. Və ona görə də məhz həmin o plazmanın problemi özünü dərhal orada biruzə verir. Bu Rus kinjal raketlərində də özünü biruzə verir. Ümumiyyətlə hipersəs raketləri bir qayda olaraq yerdə stasionar obyektin vurulması üçündür. Digər hədəflər vurmaq üçün qanadlı raketlər olmalıdır, digər hədəfləri vurmaq üçün başqa tip raketlər olmalıdır ki, onlar da hipersəs raketləri deyil. Və bu nöqteyi nəzərdən Fəttah 2 raketi ilə gəmini vurmaq mümkün deyil. Bu hələ bir səbəbi mən dedim, bir neçə səbəbi saya bilərdim orada. Saymıram, vaxt getməsin. İkinci bir tərəfdən İran deyir ki, mən istənilən hücumun qarşısını ala biləcəyim. Okey, əgər Amerika Birləşmiş Ştatları İrana zərbə endirməyə başlasa dənizdən, təbii ki, İran dərhal İsrailə raket zərbələrini endirəcək. Belə olan halda İsrailin təyyarələri qalxacaq, İraqın üstündən keçərək birbaşa İrana doğru gedəcək. Bax, burada artıq pişiyin quyruğu qalır qapı arasında. Səbəb İranla İraq arasındakı 1600 kilometrlik məsafədə İranın hava hücumundan müdafiə qüvvələrinin vəziyyəti çox acınacaqlıdır. Yenə də deyə bilərək ki, var və sair və ilaxır acınacaqlıdır. 1600 kilometrlik hava sərhəddini tam bağlamaq üçün minimum hesablaya bilərsiniz. 12-20 ədəd S-300 zenit raket divizyonu lazımdır. Batareya yox, məhz divizyon və bu yalnız bir xətti nəzərdə tutulur. Burada isə eşalonlanma da var. Dərinə doğru da müdafiə xətti çəkilməlidir. Və belə olan halda sən təkli hədəfləri vura bilərsən. Mən hələ Tor, Buk, Panzer, digər nisbətən balaca zenit raket komplekslərini nəzərə almıram. Və yaddan çıxarmayaq ki, 12 günlük müharibədə ən birinci hədəf elə zenit raket komplekslərinə və radarlara indi. Və yaddan çıxarmayaq ki, bunun ilk olaraq biz sınaqdan keçirmişdik. Məhz biz 44 günlük müharibədə ermənilərin hava hücumundan müdafiə qüvvələrinin radar sistemlərini vururduq. Videolarda var, yadınızdadır, görmüşük. Ermənilərin S-300-ü dayanıb, buraxıcı qurğu vurulmur. Onun yanındakı radar qurğusu vurulur. Və bu radar qurğuları vurulubsa, yenidən yeni radar qurğularının qoyulması həddən artıq çətin məsələdir. Tez-tez yazırlar ki, elə xüsusən bizim o videoların altı yazırlar ki, siz bilmirsiniz, İranın elə silahı var ki, hər şey darmadağın eləyər. Dünyanın heç bir ölkəsində hər şey darmadağın eləyən silah heç kimdə yoxdur. Ən güclü silah bu atom-nüvə silahıdır ki, o İranda yox və onu da heç kimə atıb. O sadəcə olaraq belə qorxuzmaq üçün nəzərdə tutmuş o yekə dubinka olur, belə bir dənə qoyaram sənə. O onun üçün nəzərdə tutulub. Onu heç kim istifadə eləmir. Nəzərə alsaq ki, Amerikanın hal-hazırda ərazidə artıq Yardaniyadakı aviabazasında müvəffəq idi, nə idi o? Həmin o bazaya hətta bu dəqiqədə xəritədə baxanda görmək mümkündür ki, artıq orada F-35-lər, Lightning-lər dayanıb və onlar da döyüşə hazır vəziyyətdədir. Plus ağır Globemaster yük daşıyan təyyarələri Fly Radar proqramı ilə baxanda görmək mümkündür ki, durmadan Avropa, İsrail, Avropa, Oman, Qətər və ümumiyyətlə Amerikanın harda bazaları varsa ora durmadan yüklər daşınır. Plus Böyük Britaniyanın Typhoon, Eurofighter və F-35-ləri regiona artıq gətirilib. Bu da əlavə qüvvədir. Onlar daha çox müdafiə funksiyasını yerinə yetirəcək. Amma əsas zərbə qüvvəsini yerinə yetirməli olacaq ölkə Birləşmiş Ştatlardır. Fars körfəzinə yaxınlaşmadan Ərəbistan dənizi ərazisindən zərbə endirməsini gözləməlidir bu dəqiqə İran. Diego Garcia adasından İrana qədər 1600 kilometr məsafə var və Diego Garcia adasında artıq strateji bombardmançılar gəlib. Söhbət B2 Spiritlərdən gedir. Bəlliklər istifadə olunmayacaq burada. Radioelektron mübarizə sistemlərinə bu dəfə Amerika çox ciddi fikir verir. Küllü miqdarda təyyarələrin altında artıq həmin o konteynerlər qurulub. İstənilən nə dalğa varsa onların hamısı kör edilir. Ondan sonra ssenariyə uyğun olaraq zərbə endirilir və F-35-dən ardıca artıq F-15 IX təyyarələri və IX təyyarələri də məsafə onlara yanacaq götürmədən bomba yükünü artırmaq imkanı verir. Eskadrilya sayından baxsaq, hər təyyarə minimum 1 tonluq korrektə olunan GBU bombaları var. 3 ədədini götürə bilir. 36 ədəd bomba, 1 tonluq bomba bir uçuşa hədəflərə yönələ bilər. Təsəvvür edirsiniz bu nə deməkdir? Və söhbət tək bir uçuşdan gedir ha. Və bununla bir eskadrilya qalxdı, vurdu, ikinci eskadrilya qalxdı. Aviadaşıyıcılardan F-18-lər qalxdı, vurdu. B-2-lər gəlir, havadadır. İsrailə zərbə endirilibsə, İsrailin təyyarələri bu tərəfdən cavab endirməyə başlayacaq. Hətta A-10 Thunderbolt hücum təyyarələrini də gətiriblər. Mənə əvvəlcə maraqlı gəldi ki, hücum təyyarəsi o döyüş zonasında istifadə olunurdu. Onlar niyə görə gətirilib? Onlar
onlar İran ərazisinə daxil olsa dərhal məhv ediləcəklər. Və sonra başa düşdüm ki, Thunderboltlar dənizdə və havada ola biləcək dronların qırılması, məhv edilməsi üçün nəzərdə tutulub. Onların çox yaxşı topları var. Onlar vizual məsafədə olan hədəfləri vurmaqda mahir təyyarələrdir və onlar İran ərazisinə daxil olmadan, məsələn, İraqın üzərində Suriyaya girsə, Suriyanın üzərində dəniz hövzəsi, su üzərində istər dron kater, istərsə də dron, havada uçan dronlardır, onları vurmaq üçün nəzərdə tutulacaq. Və ən təhlükəli silah bu dəqiqə İran üçün Tomahawk raketləridir. Tomahawkların uçuş məsafəsi onlara imkan verir ki, İranda istənilən hədəfi sıradan çıxasın. Düzdür, onlar çox dərinə nüfuz eləyib bunkerləri dağıda bilmirlər, amma Tomahawklar yerüstü hədəf nə varsa onların hamısını şumlaya bilər. Məhz bu nöqteyi nəzərdən artıq Amerikanın təmsilçisi olan Uitkovun köməyi ilə İran artıq Amerika bir sıra mesajlar da göndərib ki, hücumu biraz saxlayın da. Yəni kobud deyir, amma barədə bir xəbər yoxdur. Amerika hücumu saxlayacaq, saxlamayacaq, heç nə demək mümkün deyil. Mənə elə gəlir ki, artıq həqiqətən də İrana qarşı Amerika bu dəfə dişini çox bərk qıcıyıb və buna qarşı da İran çox bərk cavab verməyə çalışacaq. İranın vəziyyəti bu dəqiqə heç də ürək açan deyil. Çox yaxşı olar ki, danışıqlara getmə imkanı olsun və bu danışıqlara gedilsin. İranın istənilən tamamilə başqa bir şeydir. Artıq İran əli rəhbər, söhbət 33 yaşlı o cavan oğlandan gedir. Onu artıq edam eləyiblər, idmançı idi o, Allah rəhmət eləsin. Və onun ardıcı da neçə nəfər edam olunacaq, söhbət 800 nəfərdən gedir. Mən bilmirəm. Ardıcı olaraq bu edamların müqabilində Amerikanın əlində artıq kart var. Bu kartdan da Amerika istifadə edəcəkmi? Bir sayt var yeri gəlmişkən. O bilirəm də bizdə bu futbola baxıb, futbola hesab qoyanlar, koefisiyent tutanlar həddən artıq çox deyim. Polymarketdir səhv eləmirəmsə, hə? Jarvis. Polymarket saytında, Polymarket saytında da orada koefisiyentlər yüksəkdir bu dəqiqə ki, stavka eləyirlər ki, bəs müharibə başlayacaq ya, yox. Dəhşətdir, insanlar bir-birini qırırlar, bu tərəfdən stavka eləyirlər pulla ki, müharibə başlayacaq yox. Və dünyanın paradoksu budur, dəhşətdir. Nəysə, bütün bunların hamısına baxmayaraq bu iki ağsaqqal söhbət Trump və Xameneydən gedir. Dil tapsa şükür, yox dil tapmasa təəssüf. Və yaddan çıxarmayaq ki, əməliyyatlar başlasa Azərbaycanın özünün də hava hücumundan müdafiə qüvvələri bir nömrəli döyüş hazırlığına gətiriləcək. Düzdür, biz bunu görə bilmərik. Amma məhz həmin o ərazilərdə yaşayanlar bunu hiss edəcəklər. Çünki Azərbaycan da belə vəziyyətdə daim hazır vəziyyətdə olmalıdır ki, nə badə Azərbaycanın ərazisinə əsas sıza bilər. Biz onsuz da heç kimə heç nə eləyən deyilik. Amma bununla belə biz özümüzü qorumalıyıq. Və bu bizim üçün çox vacib bir addım. Ona görə də hazır olun və yenə də demək istəyirəm ki, onun bunun tərəfində dayanmaqdansa özünüzü düşünün. Bildinizdə sözü kimə atdım? Yadınızdadır? Başlayır. Belə, salamat qalın, əsas oldu.